Vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı Cinayət Məcəlləsinin 308-ci maddəsini oxuyarkən qeyd hissəsində bir söz diqqətimi cəlb etdi. Xarici andlı iclasçılar. Andlı iclasçılar ingilis dilində juri və ya lay judge institutu məhkəmə prosesində adi vətəndaşların iştirakını təmin edən bir institutdur. Onların əsas məqsədi məhkəmə qərarlarının ədalətli, qərəzsiz və ictimai vicdana uyğun çıxarılmasına yardım etməkdir. Onlar hakimlərlə birlikdə cinayət işinə baxır, şəxsin təqsirli və yaxud da təqsirsiz olmasına qərar verir, lakin hüquqi nəticəni, yəni cəzanı və onun növünü hər zaman hakim müəyyən edir. Azərbaycanda bu institut 2000-ci ilin əvvəllərində qanunvericilikdə nəzərdə tutulsa da, heç vaxt praktiki olaraq tətbiq edilməmişdir. Bu ləğvin əsas səbəblərindən biri kimi Azərbaycanda kiçik sosial mühitin olmasını göstərmək olar. Belə ki, Azərbaycan miqyasca kiçik ölkədir və sosial əlaqələr sıxdır. Bu, andlı iclasçıların neytrallığını təmin etməyi çətinləşdirir, tanışlıq, qohumbazlıq, təzyiq kimi hallar ehtimalını artırır. Ləğvinin digər bir səbəbi kimi onu göstərmək olar ki, bu institut hakimiyyətin məhkəmə qərarlarına nəzarət imkanlarını azaldır. Yəni, hakimiyyətin məhkəmə qərarlarına siyasi və inzibati təsir mexanizmləri zəifləmiş olur. Bu səbəbdən bu sistem praktiki baxımdan yararsız hesab edilərək ləğv olunmuşdur. Gələk xarici andlı iclasçılar ideyasına. Bu ideya konseptual baxımdan olduqca maraqlıdır. Əgər yerli andlı iclasçılar neytrallığı təmin edə bilmirsə, xarici vətəndaşlardan ibarət müstəqil, müşahidəçi və qiymətləndirici qrupun olması ədalətə inamı gücləndirə bilər. Lakin burada da hüquqi suverenliklə bağlı çətinliklər yaranır. Yəni, dövlətin məhkəmə suverenliyi prinsipi pozular, bir dövlətin vətəndaşı başqa bir dövlətin məhkəməsində qərar vermiş olar. Buradan da belə bir nəticə çıxır ki, xarici andlı iclasçı institutu formal olaraq məhkəmə sistemi daxilində ola bilməz. Lakin yerli məhkəmə proseslərinə beynəlxalq monitorinq və ictimai nəzarət mexanizmi kimi tətbiq edilə bilər. Bir çox hüquqşünaslar, vəkillər və hüquqi tədqiqatçılar eyni fikirdədirlər ki, cinayət işlərində hakimlər əsasən prokurorun təqdim etdiyi versiyanı əsas kimi qəbul edir. Müdafiə tərəfinin arqumentləri formal şəkildə dinlənilir. Prosesual bərabərlik prinsipi tez-tez pozulur. Bunu da sübut edən